Nətər olur ki, bizim nəfs insan üzərində insan təqiyyə eləyə bilir. Quran deyir, Allahın sevgisi Əleyhisselamın yanına fərədir, siz yadınızdan çıxartmayın. Quran-ı Kərimdə buyurur ki, qul həl Əhl-i xətti bundan ibarətdir ki, sən Kərbəlaya get. Fələstində rəsmi qiyamət günündə bir qism kimsə düşünürsə, Peyğəmbər çox diqqətli olmalıyıq. Bunu Peyğəmbərimiz Allah deyir ki, mən sizə yaxınam. Əhl-i 2 dənə hədis deyir. Egoistlik nədir? Egoistlik bugünkü dünyamızın bütün siyasəti buna hesablanıb ki, insanlara desin ki, sən tək özünü fikirlər. Əslində bununla onlara demək istəyirlər, yəni özünü də unut. Çünki insanlar təkləşəndə, parçalananda onlar məqsədlərinə çatırlar. Ona görə də elə bir təbliğatlar aparırlar.